Bakının Nizami rayonunda ər-arvad arasında qısqanclıq zəminində yaranan mübahisə cinayətlə nəticələnir. News 24 Demokrat Aza istinadən xəbər verir ki, hadisə 17 noyabr 2024-cü ildə baş verib. Salyan rayon sakini 1983-cü il təvəllüdlü Elmar həmin gün saat 19:30-da müğənni olaraq fəaliyyət göstərdiyi Xaçapuri Baku restoranına gələn arvadı Baharın onun başqa qadınla münasibətli olmasını əsas gətirib və bu məsələyə aydınlıq gətirmək üçün onu restoranın həyətinə çağırıb. Orada qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar müğənni ərini təhqir etməklə vurub. Bu səbəbdən müğənni əsəbləşib və qəsdən sağ əli ilə bir neçə dəfə arvadının əl, yanaq və boyun nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Nizami rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslə zərər çəkmiş barışıb. Zərər çəkmiş şəxsin ona qarşı olan şikayətindən imtina edib. Bu səbəbdən Elmarın barəsində olan cinayət təqibinə xitam verilib. O cinayət məsuliyyətindən azad edilib.